Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizinle uzaq yol çıxanda yanıma aldığım makyaj çantasını göstərirəm. İçine neler ve neler sıkıştırmışam. Bir yerde baxaq. Birinci olarak belə gözəl nemləndirici aptekdən ala bilərsiniz. Köklü kremdir, çox qəşəngdir, çox gözəl nemləndirir. Bir TikToker xanımda görmüşdüm. Belə bir tuş var. Mən bu tuşu istifadə edirəm. Bunu da eləyirəm. Amma bunu çox eləmirəm. Bir də belə makyaj sabitləyicim var. Bir də belə dodaq gloss kimi istifadə eləyirəm arada. Çox qırmızı eləyir, çox da xoşum gəlmir bundan. Bir də belə BB kremim var. Bu çox qəşəngdir. Top Face'ində çox qəşəng, çox bəyənə istifadə eləyirəm. 12 manatım, 18 manata mən bunu almışam. Qapadıcılığı çox gözəldir. Bir dənə də belə elliyimiz var. Əlli çox da istifadə eləmirəm, mənə biraz yəni yaraşdırmıram özümə, elə deyək yəni. Bir də belə pudra üçün sponcumuz var. Liner çəkməyə belə şeyimiz var. Liner mən belə oca iti istifadə edirəm. Bir ədəd belə fırçamız var. Bir ədəd də bunu Temu'dan almışam. Qaş sabitləyici və qaşı dolduran belə gözəl istifadə edirəm. Bu da gözaltı kapatıcı. Bunu da 2 gündə almışam. 2 dəfə istifadə eləmişəm ya da eləməmişəm. Təzədir bu da. Bu da qaş sabitləyicimdir. Çox bəyənə istifadə edirəm. Bu da dodaq balzamıdır. Rəngi var. Belə çox qəşəngdir. Gilaslı. Çox gözəl iyi verir. Və belə Temu'dan aldığım bir ədəd 6'lıq set almışam əslində. Bir ədəd belə dodaq qələmi. Və belə bir ədəd də dodaq qələmi. Və burada da balaca gözaltı sponjları və Temu'dan təzədən istifadə eləmək üçün böyük makyaj çantası almışam. Və yolda da gələcək. Onu da sizinlə bölüşəcəm hökmən. Kanalıma abunə olmağı unutmayın. Sizləri çox sevirəm.